Bugünə qədər Bakı avtobuslarında sükan arxasında kişi sürücüləri görmüşük. Bundan sonra isə artıq qadın sürücüləri də sükan arxasında görə biləcəyik. Xəlidə xanımla sizi tanış edək. Xəlidə xanım, hazırıqmı? Hazırıq. Necə qərar verdiniz ki, Bakı avtobuslarında siz də sürücü kimi fəaliyyət göstərəcəksiniz? Məsuliyyətli işdir, heç bir narahatçılıq yoxdur. Uşaqlıq arzumdur, yerinə yetirdik. Çox şükür. Aynə tərəfindən təşkil olunan həm praktiki, həm də nəzəri təlimlərdən keçdik. Bakıbasda da işə qəbul mərhələlərində də bizə hər bir hazırlıqda peşəkar dəstək oldular. Artıq fəaliyyətə başlayırıq. Sərnişinlərə təhlükəsiz, diqqətli və mədəni xidmət göstərməyə hazırıq. Xəlidə Səmədova deyir ki, ailəsi bu peşəni seçməkdə ona tam dəstək göstərib. 36 yaşım var, ailə tam dəstək. Reaksiyaları yaxşı oldu. Bilirlər ki, hər bir işin öhdəsindən gələcəm. Bu işin də çox şükür öhdəsindən gəlirik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən uğurlu bir layihə reallaşdı. Bu layihə çərçivəsində xanım sürücülərin avtobus sürücüsü kimi peşəkar fəaliyyətlə məşğul olmaq üçün həm nəzəri, həm də praktiki cəhətdən təlimlərə qoşuldular. Təlim müddətində xanım sürücülər nəinki sürücülük bacarığı, eyni zamanda etik davranış qaydası, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzuları onlar üçün aşılandı. Eyni zamanda qeyd edeyim ki, dayanma durma qaydaları, manevr etmə, müxtəlif yol sahəsində qəza riskinin minimuma endirilməsi ilə bağlı xüsusi tapşırıqları yerinə yetirdilər. Hətta təlim-tədris mərkəzinin mütəxəssisləri tərəfindən onlar üçün tərtib olunmuş marşrut üzrə sınaq yürüşləri də həyata keçirdilər. İki xanım artıq bugündən fəaliyyətə başladı. Yaxın zamanda daha bir xanım sürücü isə Bakıbasın sürücüsü kimi fəaliyyətə başlayacaq. İşə qəbul prosesində namizədlər tibbi müayinədən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçdilər. Bütün mərhələləri uğurla tamamlayan xanım namizədlər artıq rəsmi şəkildə Bakıbas MMC-də işə qəbul olundular. Xanımlarımız bütün sahələrdə olduğu kimi ictimai nəqliyyatda, sürücü sahəsində də məsuliyyət və peşəkarlıq nümayiş etdirəcəklər. Qeyd edək ki, qadın sürücülər ilkin mərhələdə 140 və 121 Y-Ekspres marşrut xəttləri üzrə fəaliyyət göstərəcəklər. Gülçin Cəmil, Mircavid Eminoğlu, Report AZ.